Növbəti nominasiya. Dövlət özəl tərəfdaşlığında lider qurum. Bu nominasiya üzrə Azərbaycan Business Award Milli Mükafatı laureatı İnnovasiyalar Mərkəzi elan olunur. Hər şey bir fikirdən başlayır. Bir sualdan, bir ehtiyacdan. Fikir biliklə tanış olur, texnologiya ilə formalaşır. Bilik bacarığa çevrilməlidir. Çünki texnologiyanı dəyərə çevirən insandır. Fikir açıq innovasiya mühitində inkişaf edir. Süni intellekt ideyaları real həllərə çevirir. Fikir məhsula çevriləndə startup yaranır. Burada ideyalar bazara hazır vəziyyətə gətirilir. Gələcək üçün bacarıqlar bu gün formalaşır. İdeyadan real nəticəyə gedən yol burada başlayır. İnnovativ düşüncə erkən yaşlarda formalaşır. İstedad harda olmasından asılı olmayaraq dəstəklənir. Fikir vətəndaşa toxunanda dəyərə çevrilir. Rəqəmsal həllər gündəlik həyatı asanlaşdırır. Bu ayrı-ayrı layihələr deyil, bu vahid bir ekosistemdir. İnnovasiyalar mərkəzi, fikirlərin dəyərə, biliklərin isə gələcəyə çevrildiyi məkan. Və hazırda mükafatı qəbul etmək üçün səhnəyə dəvət edirəm. Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmovu alqışlarınızla. Dəyərli tədbir iştirakçıları, dəyərli həmkarlar, əziz təşkilatçılar, hər birinizi bu mötəbər gecədə salamlayıram və işimizə, gördüyümüz işlərə verilən yüksək qiymətə görə təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Asan Xidmətin İnnovasiyalar Mərkəzi olaraq dövlət xidmətlərində innovasiyaların tətbiqi, süni intellekt və startup ekosisteminin inkişafı, həmçinin insan kapitalının gücləndirilməsi və media sahələrində fəaliyyət göstəririk və bu nominasiya üzrə dövlət özəl tərəfdaşlığında lider qurum nominasiyası üzrə seçilməyimiz həqiqətən bizim üçün daha önəmlidir. Çünki demək olar ki, bütün həyata keçirdiyimiz layihələrdə, bütün fəaliyyət istiqamətlərimizdə özəl sektorla çox sıx əməkdaşlıq edirik və uğurlarımızda bu sinerjinin böyük bir payı vardır. İnanırıq ki, bu əməkdaşlıqlarımız daha da genişlənəcək və birlikdə ölkəmizin inkişafına böyük töhfələr verəcəyik. Digər nominasiya üzrə qalibləri də təbrik edirəm və hər kəsə fəaliyyətində uğurlar arzu edirəm.